əziz şagirdlər və abituriyentlər. Mən İşıq nöqtəsi tədris mərkəzinin riyaziyyat müəllimi İbayeva Nuray. Əgər siz də buraxılış və ya blok imtahanına hazırlaşırsınızsa, videoları hər birini izləməyi unutmayın. Çünki burada bütün mövzuların izahı və faydalı məlumatlar olacaq. Əlavə bir sualınız yaranarsa, rəy bölməsinə və ya əlaqə nömrəsinə yaza bilərsiniz. İndi isə dərsimizə keçək. Bugünkü mövzumuz üçbucaqlardır. Əvvəlcə baxaq ki, üçbucaq nədir? Üçbucaq bir düz xətt üzərində olmayan üç nöqtəni birləşdirən parçalardan ibarət olan bir fiqurdur. Yəni belə üç nöqtə çəkilir və bunları birləşdirir. Bu üç nöqtədən və bu parçalardan ibarət olan fiqur üçbucaqdır və biz bunu adlandırsaq A, B, S. Burada A, B, S onun təpə nöqtələridir. Daha sonra tərəfləri də adlandıraq S və A. Bu A, B, S isə onun tərəfləridir. Gəlin qeyd edək. A, B, S onun təpə nöqtələri. Daha sonra digər A, B, S isə onun tərəfləridir. Daha sonra bucaqları qeyd edək. Alfa bucağı, beta bucağı və qamma bucağı. Bu bucaqlar isə üçbucağın daxili bucaqlarıdır. Alfa, beta, qamma daxili bucaqlardır. Və bu daxili bucaqların cəmi isə 180 dərəcəyə bərabərdir. Bunu da qeyd edək. Alfa, beta, üzərinə gəlsin qamma bərabərdir 180 dərəcə. Daha sonra isə üçbucağın xarici bucaqlarına baxaq. Bunlar hansılardır? Buraya yazıram beta 1, buna yazaq alfa 1, buna yazaq qamma 1. Burada alfa 1, qamma beta 1 və qamma 1 isə üçbucağın xarici bucaqlardır və üçbucağın xarici bucaqların cəmi isə 360 dərəcədir. Alfa 1 üzərinə gəlsin beta 1, üstə gəl qamma 1 bərabərdir 360 dərəcə. Daha sonra isə xarici bucağın bir xassəsi var. Bu nədir? Hər bir xarici bucaq ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni, məsələn, alfa 1 bucağına qonşu olmayan bucaqlar hansıdır? Beta ilə qamma. Bunun cəminə bərabərdir. Daha sonra beta 1 bucağı isə alfa ilə qammanın cəminə bərabərdir. Qamma 1 də uyğun olaraq alfa ilə betanın cəminə bərabərdir. Daha sonra isə tərəfinin xassəsinə baxaq. Bu nədir? Üçbucağın hər bir tərəfi digər iki tərəfin fərqinin modulundan böyük, cəmindən isə kiçikdir. Yəni, məsələn, A tərəfi digər iki tərəfin, yəni B ilə C-nin fərqindən böyük, modulunun fərqindən böyük, cəmindən isə kiçikdir. Daha sonra isə üçbucağın digər qaydalarına baxaq. Əvvəlcə bunu qeyd edeyim ki, üçbucağın perimetri onun tərəflərinin cəminə bərabərdir. Yəni, P bərabərdir A plus B plus C. Daha sonra bir qeyd də deyim ki, əgər üçbucaq körbucaqlı üçbucaq olarsa, bu zaman nə olur? Məsələn, belə bir üçbucaq götürək. Körbucaqlı üçbucaq. Bura bir alfa deyək. A, B, C. Buranda X deyək. Bu X tərəfi A ilə B-nin kvadratları kök altında kvadrat cəmindən böyük, onların cəmindən isə kiçikdir. Bunu bir qeyd şəklində götürə bilərsiniz. Daha sonra isə üçbucağın tənbölən, median və hündürlük xassələrinə baxaq. Onlar nədir? Onları aydınlaşdıraq. Hündürlük nədir? Üçbucağın təpə nöqtəsindən qarşı tərəfinə çəkilmiş perpendikulyar hündürlük adlanır. Gəlin təsvir edək. Tutaq ki, ABC üçbucağı verilib. B təpəsindən bir perpendikulyar endirsəm AC tərəfindən bu hündürlük adlanır. Daha sonra isə median nədir? Yenə üçbucağın hər hansı bir təpə nöqtəsindən qarşı tərəfə endirilmiş bir parçadır və o qarşı tərəfi yarıya bölür. Məsələn, elə bunun üzərində təsvir edək. Hündürlüyü silək. Median AC tərəfini yarıya böləcək. Daha sonra medianların bir xassəsi də var. Medianlar üçbucağın daxilində kəsişir və kəsişmə nöqtəsindən onlar təpədən başlayaraq 2-1 nisbətində bölür. Yəni, bura 2x desək, burada x deyərik. Yəni, həmçinin bura 2x-dir, burada x-dir. Daha sonra median həm də sahəni yarıya bölür və medianların bir dənə düsturu var. Məsələn, yazaq bura C, B, A. MA bərabərdir, MA buradır. MA bərabərdir 2-də 1 kök altında 2b kvadrat üstə 2c kvadrat çıx a kvadrat düsturu ilə hesablanır. Daha sonra isə tənbələnə baxaq. Tənbələn nədir? Tənbələn
isə bucağı yarıya bölür. Məsələn, götürək belə ABC üçbucağı yenə. B təpəsindən bir parça endirirəm və B təpəsini yarıya bölür. Alfası burada alfadır. BK parçası tənbölən adlanır burada. Tənbölənin isə belə bir xassəsi var. Məsələn, ABC üçbucağı götürək yenə. ABC. B təpəsindən parça indirirəm. BK parçası. Bu B təpəsini yarıya bölür. Daha doğrusu B bucağını yarıya bölür. Bura alfadırsa, burada alfadır. Və BK-nın belə bir xassəsi, yəni tənbölənin belə bir xassəsi var. Məsələn, bura C-dir, burada A-dır, bura M, bura N isə A-nın C-yə nisbəti N-in M-ə nisbətinə bərabərdir və yaxud A-nın N-ə nisbəti C-nin M-ə nisbətinə bərabərdir. Bundan xassədən qaydalarda, misallarda çox istifadə olunur. Daha sonra isə orta xəttə baxaq. Orta xətt nədir? Üçbucağın oturacağına paralel çəkilmiş və yan tərəflərinin orta nöqtəsini birləşdirən xəttdir. Məsələn, belə bir üçbucaq çəkirik. Üçbucağın oturacağı bu hissədir. Yəni, adlandıraq ABC. Burada AC üçbucağın oturacağıdır. AB ilə BC də üçbucağın yan tərəfləridir. Və oturacağı paralel çəkirəm. Həmçinin bu digər yan tərəflərində orta nöqtələrini birləşdirir. Yəni, bura K nöqtəsidir, burada L nöqtəsidir. Bu K nöqtəsi AB tərəfini yarıya bölür. Eləcə də L nöqtəsi BC tərəfini yarıya bölür. Və bu birləşdirdiyim nöqtələrin bu xətt orta xətt adlanmış olur. Orta xətt də AC-nin yarısına bərabərdir. AC bölü 2 bərabərdir KL. Bugünkü dərsimiz bu qədər. Gələn dərslərdə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.